Hər şey yoldaşımın gözünə laqonda qırıqlarının düşməsi ilə başladı. Həkimə getdik, gözündəki qırıqları çıxartdı, damcı dərman yazıb evə göndərdi. Bir neçə gün sonra gözündə qızartıların başladığını gördüm. Yenidən həkimə getdik, həkim baxıb infeksiya düşdüyünü dedi. Bir neçə məsləhət verib, bir dənə dərman yazıb evə göndərdi. Yoldaşım dərmanı istifadə etdikdən bir neçə gün sonra gözündəki qızartıların azaldığını gördük. Gecə vaxtı idi, gözümə nəsə düşdüyünü hiss elədim. Baxıram ki, heç bir şey yoxdur, amma sanki gözümdə nəsə var. Səhər gözümün ağının qızardığını gördüm. Gecə 4 aylıq oğlumun da gözünün qızardığını hiss eləməyə başladım. Bəlkə dedim, mənə hilə gəlir, qızarmır. Diqqətlə baxanda gördüm ki, gözümün ağı qızarıbdı. Elə səhər ilk işimiz həkimə getmək oldu. Həkim gözümüzü müayinə eləyəndə gözümüzə infeksiya keçdiyini dedi. Yoldaşımın gözündən bizə infeksiya keçmişdi. Mən uşağımı nə qədər qorumağa çalışsam da ana südü içirdi deyə onun da gözünə keçdi. Hər ikimiz üçün də bir dərman yazdı. Böyük oğlumun gözünə infeksiya keçməsin deyə soruşdum ki, nə edim? O da yazdığı dərmanı onun gözünə də tökə biləcəyimi dedi. Mən də dərmandan istifadə etməyə başladım. Bir neçə gün sonra uşağın gözündə sağalmalar hiss edirdim, ancaq öz gözüm get-gedə pisləşirdi. Doktora yazdım ki, gözümdəki qızartılar daha da pisləşməyə başlayıbdı. Uşağın gözündəki qızartılar azalırdı, mənim gözümdəki qızartılar isə çoxalırdı. Doktora bizə yazdığı dərmanın şəklini atdım. Dostlar, videoya sığdıra bilmədim, davamını digər videoya paylaşacağım.